sizden Parkinsonizm xəstəliyini paylaşıram. Parkinsonizm xəstəliyi də Parkinson xəstəliyinə bənzəyir. Onun fərqli cəhətləri odur ki, bunun yaranma səbəbi Parkinson xəstəliyidir. Xəyalə xanım bizim Parkin xəstəmizdir. Neçə gün gəlirsən Xəyalə? 6 gündür bu gün gəlir. Gələndə əsməsi şiddətli əsmə idi. Bir nöqtəyə zillənmə, özünə qapanma, kognitiv hallar, deməli addımlar, xırda addımlar və yazıların xırdalanması ümumiyyətlə bərbad vəziyyətdə idi. Amma bugün 6-cı gündə Xəyalədə böyük saldat addımlarla yerimə, Xəyalə xanım da deməli əsməni buldum. Xəyalə xanım durun, zəhmət olmasa, deməli əllərinizi qabağa uzadın. Baxın Xəyalə xanımın əllərini götürün. Baxın görürsünüz, tir-tir titrəyən əllər. Ay, əllərim keyləşirdi, ayaqlarım keyləşirdi, indi yoxdur, əsməm də azalıb, yoxdur. Biri saldat yerişi ilə yeri belə yeriyə bilmir. Bundan da gözəl yeriyəcək inşallah. Hazırda hansı ki bizim Parkin xəstəmiz Romberg vəziyyətindədir. Bax bu çox böyük nailiyyətdir. Baxın gözünü yum xəyiş, gözün yumub, barmaqlar aralı, əllər belə. Bundan böyük nailiyyət ola bilməz. Hazırda mən sizdən Parkinsonizm xəstəliyini paylaşıram. Parkinsonizm xəstəliyi də Parkinson xəstəliyinə bənzəyir. Onun fərqli cəhətləri odur ki, bunun yaranma səbəbi Parkinson xəstəliyidir. Xəyalə xanım bizim Parkin xəstəmizdir. Neçə gün gəlirsən Xəyalə? 6 gündür bu gün gəlir. Gələndə əsməsi şiddətli əsmə idi. Bir nöqtəyə zillənmə, özünə qapanma, kognitiv hallar, deməli addımlar, xırda addımlar və yazıların xırdalanması ümumiyyətlə bərbad vəziyyətdə idi. Amma bugün 6-cı gündə Xəyalədə böyük saldat addımlarla yerimə, Xəyalə xanım da deməli əsməni buldum. Xəyalə xanım durun, zəhmət olmasa, deməli əllərinizi qabağa uzadın. Baxın Xəyalə xanımın əllərini götürün. Baxın görürsünüz, tir-tir titrəyən əllər. Ay, əllərim keyləşirdi, ayaqlarım keyləşirdi, indi yoxdur, əsməm də azalıb, yoxdur. Biri saldat yerişi ilə yeri belə yeriyə bilmir. Bundan da gözəl yeriyəcək inşallah. Hazırda hansı ki bizim Parkin xəstəmiz Romberg vəziyyətindədir. Bax bu çox böyük nailiyyətdir. Baxın gözünü yum xəyiş, gözün yumub, barmaqlar aralı, əllər belə. Bundan böyük nailiyyət ola bilməz. Hazırda mən sizdən Parkinsonizm xəstəliyini paylaşıram. Parkinsonizm xəstəliyi də Parkinson xəstəliyinə bənzəyir. Onun fərqli cəhətləri odur ki, bunun yaranma səbəbi Parkinson xəstəliyidir. Xəyalə xanım bizim Parkin xəstəmizdir. Neçə gün gəlirsən Xəyalə? 6 gündür bu gün gəlir. Gələndə əsməsi şiddətli əsmə idi. Bir nöqtəyə zillənmə, özünə qapanma, kognitiv hallar, deməli addımlar, xırda addımlar və yazıların xırdalanması ümumiyyətlə bərbad vəziyyətdə idi. Amma bugün 6-cı gündə Xəyalədə böyük